Bugün 3 ətir haqqında məlumat verəcəm. İlk öncə Versace Dilyan Blue. Bu ətir biraz qadınsı, təravətli və cazibədardır. İlk vuranda sərin qoxu gəlir. Sonra isə zərif, cazibədar bir iz buraxır. Nə çox ağırdır, nə də tam yüngül. Gündəlik istifadə üçün əla seçimdir. Keçək digər ətrimizə, Dolce & Gabbana Light Blue. Mən deyərdim ki, bu ətir tam bir yay ətridir. Çox sərin, təravətli bir qoxusu var. Limonlu, dəniz təravətli bir qoxu hiss olunur. Bildiyiniz təmiz, fresh ətirdir. Ağır qoxuları sevməyənlər üçün idealdır. İsti havada adamı boğmur, əksinə rahatladır. Daha çox sport və gündəlik istifadə üçündür. Keçək digər ətrimizin təqdimatına Bleu de Chanel. Bu ətir həm klassik, həm də bahalı qoxudur. İlk anda təmiz gəlsə də, sonra dərinləşir. Ciddi, eyni anda da zövqlü bir qoxuya çevrilir. Nə çox sərindir, nə də çox ağır. Hətta mənə görə daha yüngül qoxusu var. Özünə baxan, klassik tərzi sevən kişilər üçün əladır. Məndən hələlik bu qədər. Müştərimizə xeyirli olsun.